Əhl-i-Beyt məktəbinə görə hər imamın əsas missiyası nə idi? Əhl-i-Beyt məktəbinə görə 12 imamın hamısının ümumi məqsədi insanları Allaha doğru hidayət etmək, ilahi rəhbərliklə ədaləti bərqərar etmək və İslamın həqiqi təlimlərini təhriflərdən qoruyaraq bəşəriyyətə çatdırmaq. 1. İmam Əlinin missiyası. İslamda ədalətli idarəçilik nümunəsini göstərmək və dinin əsaslarını qorumaq. 2. İmam Həsənin missiyası. Müsəlmanların qanını qorumaq və İslam ümmətinin tam parçalanmasının qarşısını almaq. 3. İmam Hüseynin missiyası. Zülmə qarşı qiyam edərək haqqı və dini qorumaq və diriltmək. 4. İmam Səccadın missiyası. Dualar, ibadət və mənəvi tərbiyə vasitəsilə Kərbəladan sonra dini dirçəltmək, Kərbəla həqiqətlərini çatdırmaq. 5. İmam Məhəmməd Baqirin missiyası. İslam elmlərini geniş şəkildə yaymaq və elmi məktəbin əsasını möhkəmləndirmək. 6. İmam Cəfər Sadiqin missiyası. Əqidə, fiqh və əxlaq sahəsində böyük elmi məktəb formalaşdırmaq. 7. İmam Müsəyi Kazmin missiyası. Səbir, dözüm və mənəvi rəhbərlik nümunəsi olmaq. 8. İmam Rızanın missiyası. Elmi mübahisələr və dialoq yolu ilə İslam həqiqətlərini müdafiə etmək. 9. İmam Məhəmməd Təqinin missiyası. Gənc yaşda ilahi elm və imamətin dəlillərini nümayiş etdirmək. 10. İmam Əliyə Nəqinin missiyası. Şiə cəmiyyətini təşkilatlandırmaq və imamətlə əlaqəni gücləndirmək. 11. İmam Həsən Əskərinin missiyası. Ümməti qeyb dövrünə hazırlamaq və son imamın imamətinə zəmin yaratmaq. 12. İmam Mehdi Sahibə Zamanın missiyası. Əhl-i-Beyt məktəbinə görə Allahın izni ilə zühur edərək dünyada ədaləti bərqərar etmək.